Deməli, bəstəkar Üzeyir bəy Hacıbəyov Dövlət Konservatoriyasının direktoru olan vaxtı rəssam Mikayıl Abdullayevə teatr muzeyi üçün bəstəkarın portretini çəkmək tapşırığı verilir. Rəssam bu portreti çəkir. Portret bəstəkarın çox xoşuna gəlir. Ona görə də birinci portreti bəstəkara hədiyyə edir, ikinci portreti çəkməli olur. İkinci portreti isə bəstəkarın iş otağında masanın arxasında çəkir. Bu əməliyyat bir neçə gün davam edir. Həmin vaxtı Üzeyir bəy xəstələnir, işə çıxmır. Deməli, Mikayıl Abdullayev isə öz işini görür. Portreti qurması üçün masanın arxasında elə kürsünün üstünə divar xalçasına söykəyib gedir. Deməli, ertəsi gün Üzeyir bəy nə üçünsə konservatoriyaya zəng eləyir və nə isə getmək üçün xadiməyə tapşırıq verirlər. Xadimə gedir, qapını açır, içəri girir, dərhal geri qayıdır ki, bəs bəstəkar gəlibdir, özü də iş otağında işinin başındadır. İnanmırlar ki, bu ola bilməz, yəni xəstədir, evdədir, bu tezliyə gələ bilməz. Başqa birini göndərirlər, o da gedir, ehtiyat edir, hasar yerindən başı doğrudan da Üzeyir bəy deməli iş otağındadır. Elə olur ki, tədris hissə müdürü özü getməli olur. Gedir, qapını açır, içəri girir, əvvəl bu da çaşır. Sonra diqqətlə baxır ki, bu Üzeyir bəyin portretidir. Bu xəbər yayılır. Üzeyir bəy rəssama deyir ki, ikinci portret elə özü müəllifsiz imtahandan çıxdı.